Salam, hər vaxtınız xeyir olsun. Deməli, müəllimlər, yeni tədris ilində artıq iyun və iyul aylarında imtahan verəcək olan MİQ və sertifikasiya müəllimlərini əvvəla uğurlar arzu edirəm. İkinci növbədə demək istəyirəm ki, artıq sınaqlar mütəmadi olaraq paylaşılacaq və izahlar da təbii olaraq paylaşılacaq. Kanala abunə olmağı və yazmağı unutmayın. Bugünkü sınaq birinci bölməyə aid çətin tipli sınaqdır, həmişə olduğu kimi. Əgər mənim dərslərimə qoşulmaq istəyirsinizsə, ki, hal-hazırda qruplar var, oktyabr qruplarına yazıla bilərsiniz. 051 452 0927 nömrəsinə əlaqə saxlaya bilərsiniz. İndi keçək sınağın izahına. Birinci sual belədir. Təyyarə havaya qalxmamış, baxmayaraq ki, stüardessa bütün qaydaları xatırladır, amma arxada əyləşmiş bir uşaq qəfil sıçrayaraq ayağa durur və kəməri bağlamadan hərəkət etməyə başlayır. Bu uşaqda hansı səriştə yoxdur və yaxud da hansı dəyər yoxdur desək daha da uyğun olar. Deməli, əgər təyyarə havaya qalxan müddətdə uşaq yerindən sıçrayıb ayağa qalxırsa, bu həm özü üçün təhlükədir, həm də ətraf aləm üçün təhlükədir. Çünki qarşı durma ola bilər, çaxnaşma ola bilər, narahatçılıq yarana bilər və s. Yəni, burada uşaq həm özünü, həm də ətrafı düşünmədiyinə görə şəxsi və sosial məsuliyyət səriştəsi dəyəri formalaşmamış olub. Yəni, yoxdur uşaqda. İkinci sual belədir. Məktəb direktor dəfələrlə 11-ci sinif şagirdlərinə xəbərdarlıq edir ki, əziz uşaqlar, şagirdlər dərsdən yayınma hallarına yol verməyin. Burada nə pozulub? Yəni, burada nəyə əməl olunmayıb? Sual bundan ibarətdir. Əgər şagird tez-tez dərsdən yayınma hallarına yol verirsə, deməli, şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verdiyi, yəni yayınma vəzifəsini, dərsə mütəmadidə iştirak etmək vəzifəsindən sui-istifadə edib. Burada məsələn A-da deyir ki, təhsil alanın hüququ. Bu hüquq deyil də müəllimlər, bu vəzifədir. Çünki şagird dərsdən yayınma hallarına yol verməməlidir. A ola bilməz. Valideynin vəzifəsini götürənlər də var. Valideynin vəzifəsi deyil uşağı ilə maraqlanmaq. Biz təhsil qanununun 42-ci maddəsində dedik ki, valideynin hüquqlarından biridir öz övladı ilə maraqlanmaq. Amma müəllimin vəzifəsidir valideynə öz övladı haqqında məlumat vermək. Ona görə B variantı da uyğun deyil. Düzgün idarəetmə prinsipi, ümumiyyətlə belə bir prinsip yoxdur. Yəni, təbii ki, bunu çaşdırmaq üçün qoymuşam. Yalnız təhsil alanın hüququ yox. Burada yalnız təhsil verənin vəzifəsi olar. Cavab C variantı olar. Bu cavabı biraz da dolğunlaşdırsaq, yəni mənim bu sınağı işləyən müəllimlərim yaxşı bir mənə fikir söylədilər ki, müəllim, orada valideynin məktəblə əməkdaşlıq vəzifəsi də var. Bunu da qoysaydınız lap yaxşı olardı. Çünki valideyn məktəblə əməkdaşlıq etsəydi, bilərdi ki, övladı davamlı olaraq dərsdən yayınma hallarına yol verir. Bəli, mən müəllimlərimin bu fikrindən razıyam. Daha dolğun cavabı olardı ki, valideynin əməkdaşlıq haqqında vəzifəsi, bir də təhsil alanın vəzifəsi pozulub. Bu belə cavab olsa daha dolğun olardı. Amma indiki vəziyyətdə ən uyğun cavab C variantıdır. Üçüncü sual belədir. Müəllim dərsi tədris edən zaman, deməli, Nurayn valideyni daxil olur sinifə, müəllimi təhqir edir. Bu zaman Lalə müəllimə özünü itirmir, valideyni dəhlizdə gözlənməsini xahiş edir və dərsi bitirəndən sonra ona geri dönüş edəcəyini bildirir. Burada nələr gözlənilib müəllimlər? Əgər, mən sizə həmişə yadınızda da deyirdim ki, təhqir heç bir halda yol verilməzdir. Əgər valideyn müəllimi təhqir edibsə, bu zaman hətta valideyn intizam məsuliyyətinə belə cəlb oluna bilər, əgər müəllim bunu tələb edərsə. İndi baxaq görək, burada nə öz əksini tapıb? 1. Müəllimin mədəni davranış nümayiş etdirilməsi. Ümumiyyətlə, mədəni davranış müəllimin etik prinsiplərindən biridir, davranış prinsiplərindən biridir. Burada müəllimlərin daha yaxşı yadda qalması üçün mən sadə izahlara üstünlük verirəm, əzbər etməyə meyilli deyiləm. Müəllimlərə demişdim ki, burada iki nüans var. Müəllim xaricini və daxilini təmiz saxlamalıdır. Nə deməkdir bu? Yəni, mədəni davranışda müəllim həm kənardan səliqəsinə, geyiminə, davranışına,
saç düzümünə, makiyajına, nə bilim, zinət əşyalarına və s. kimi müəllim səliqəli olmalıdır. Çox əndazədən kənar, çox belə deyək də daşlı, qaşlı, nə bilim, müəllim geyimi var da. Yəni müəllim səliqəli şəkildə, kişi müəllimlər də üzü təraş vəziyyətdə, səliqəli geyimdə dərsə girməlidirlər. Üstəlik də orada müəllim mədəni davranış nümayiş elətdirib ki, valideynlə həssas ünsiyyətə girməyə çalışıb, o vəziyyətdə olsa belə. Yəni burada tənqiddən yox, təhqirdən söhbət gedir də. Müəllim o qədər özünü səbirli, təmkinli aparır ki, yəni orada başqa bir xüsusiyyət, mənfi xüsusiyyətə yer vermir. Bir var. İkincisi, valideynin vəzifəsini düzgün yerinə yetirmir. Valideyn vəzifəsini düzgün yerinə yetirmir, ona görə düzgün yerinə yetirilmir ki, müəllimin şərəf və ləyaqətinə hörmət etmək valideynin vəzifəsidir. Ümumiyyətlə, şərəf və ləyaqət hər bir halda vəzifədir, bir haldan başqa. Əgər biz onu qarşı tərəfdən tələb ediriksə, hüquq olur. Yəni, mən valideyndən tələb etməliyəm ki, ay valideyn, sən, belə deyək ki, mənim dərs dediyim şagirdin valideynisən, heç bir halda sən məni təhqir edə bilmərsən. Tənqid fikirlər səsləndirə bilərsən. O da əgər əsaslıdırsa, mən ona nəticə çıxardacağam. Yox, əsassızdırsa, təbii ki, burada mən fərdi söhbət zamanı sizə bildirəcəm ki, fikirləriniz əsaslı şəkildə deyil. Deməli, müəllim mədəni davranır, valideyn vəzifəsini düzgün riayət eləmir. Çünki müəllimin şərəf və ləyaqətinə hörmətlə yanaşmır. Valideyn intizam məsuliyyətinə cəlb oluna bilər. Bəli, valideyn təhqirə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb oluna bilər. Müəllim hüququndan istifadə etmir. Müəllim hansı hüququndan istifadə etmir? Valideyni bildirməlidir ki, sən mənim şərəf və ləyaqətimə hörmət eləməlisən. Bu hüququndan bəli istifadə eləmir. Lalə müəllimə peşəkarlıq və fərdi məsuliyyət prinsipinə əməl edir. Bəli, çünki o qədər peşəkar davranır ki, dərs keçdiyi yerdə valideyn sinifə girir qəfildən, onu təhqir eləsə belə, o çox peşəkarlıqla valideyni oradan kənarlaşdıraraq dərsə davam edir və özünü toparlaya bilir. Bu da böyük bir peşəkarlıqdır əslində, ona görə bu da hamısı düz idi. Yay tətili olanda müəllim uşaqları Naxçıvandakı Möminə xatın türbəsinə aparmağı planlaşdırır. Amma elə bir nəqliyyat vasitəsi seçməyə çalışır ki, təhlükəsiz olsun. Çünki orada uşağın həyatından söhbət, uşaqların daha doğrusu müəllimin həyatından, yəni məktəb kollektivinin, məktəb uşaqlarının həyatından bəhs edir. Söhbət ondan gedir. Müəllim elə bir nəqliyyat vasitəsi fikirləşir, tapır, araşdırır. Deməli, müəllim araşdırırsa informasiya toplayır və müəllim həm özünü, həm də uşaqları fikirləşdiyinə görə cavab olacaq informasiya savadlılığı, fərdi və sosial məsuliyyət. Nərmin şagirdimizin valideyni 8A sinifindəki valideyn komitəsinin sədridir, çox gözəl. Amma müəllim həmin anda iclasda olub, pedaqoji şurada. Valideyn də bu fürsətdən etmir, tənbəllik istifadə edir. Sinifin idarə olunmasını öz əlinə alır. Hətta bununla da kifayətlənmir, öz qızını ön partalarda əyləşdirir. Müəllim də sinifə qayıdandan sonra, baxmayaraq ki, uşaqların narazılığına səbəb olur bu məsələ, müəllim göz yumur və dərsinə davam edir. Deyir ki, yəni burada heç bir narahat olmalı məqam yoxdur. Əslində, nə edir müəllim? Müəllim düzgün eləmir. Çünki biz demişdik ki, qərəzsizlik prinsipində sinifin idarə olunmasını müəllim heç bir kəsin ixtiyarına verməməlidir. Sinifin idarəsi birbaşa müəllimin özünün məsuliyyətindədir. Müəllim sinifi idarə edə bilər. Ona görə də burada qərəzsizlik prinsipi pozulmuş olur. Müəllimlərin çoxsu burada səhvə yol veriblər. 6-cı sualda. Araşdırma və sorğu əsaslı təlim modelinə istifadə edən müəllim şagirdlərə 2 maddə verərək oksigenlə tez reaksiyaya girə bilən maddələri araşdıraraq səbəbini müəyyən etməyi və təqdimat yazmağı tapşırdı. Deməli, araşdırma və sorğu əsaslı təlim modelidir. Biz təlim modellərini keçmişik. Problem əsaslı, layihə əsaslı, oyun əsaslı və s. Deməli, araşdırma və sorğu əsaslıdırsa, araşdıracaq uşaq, düzdürmü? Deməli, burada mütəmadi şəkildə birbaşa müstəqil öyrənmə var. Baxırıq, müstəqil öyrənmə 2 variantda var. İndi burada fən daxili, fənli arası olar, yoxsa fən üstü olar. Baxırıq ki, burada fən daxili heç bir şey yoxdur. Çünki bir fənin daxilində müəllim sadəcə bir təlim modelindən istifadə edir. Nə onu məzmun xətlərlə əlaqələndirmir ki, fən daxili üfüqi olsun, nə də mövzularla əlaqələndirmir ki, fən daxili şagili olsun. Deməli, burada fən daxili yoxdur. Heç fənlər arası da yoxdur. Hansı fən var ki, hansı 2 fən əlaqəli? Sadəcə təlim modelindən istifadə edir. Uşaqlar müstəqil şəkildə araşdıracaqlar və təqdimat yazmağı həyata keçirdəcəklər.
Deməli, burada nə olacaq? Müstəqil öyrənmə və fənüstü inteqrasiya. Aşağıdakı fikirlərdən hansı biri yanlışdır? Aha, bu da deyərdim ki, müəllimlərin səhvə yol verdiyi suallardandır. Baxaq, məzmun xətti üzrə təlim nəticələri müxtəlif fənlərin məzmunundan asılı olmayaraq eyni olur. Müəllimlər, məzmun xəttləri üzrə təlim nəticələri deyəndə hər bir fənnin özünün məzmun xətti var. Ən çox 5, ən az 3 məzmun xətti var. Bunları bilirsiniz zaten. Məzmun xətti deyiriksə, deməli, hər bir fənnin özünün məzmununun bir xətt boyunca, ya 3 xətt boyunca, ya 5 xətt boyunca inkişafı nəzərdə tutulur da. Yəni, həmin xətt boyunca nəzərdə tutulan bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilmiş formasıdır. Məsələn, Azərbaycan dilində 4 məzmun xətti var. 1-ci sinifdən 11-ci sinifə qədər biz o 4 xətt üzrə Azərbaycan dilində olan bilik və bacarıqları şagirdlərə aşılayırıq. Hansıydı o? Dinləyib anlama, oxuyub anlama, yazı və dil qaydaları. Bu 4 xətt üzrə biz şagirdləri Azərbaycan dili fənni üzrə formalaşdırırıq. İstər bilik cəhətdən olsun, istər bacarıq cəhətdən olsun. Amma A variantına deyir ki, məzmundan asılı olmayaraq eyni olur. Axı, məzmundan asılı olmayaraq deyəndə ki, bu belə olmamalıdır axı. Çünki hər bir fənnin özünün məzmunu var. Azərbaycan dilə aid olan bacarıqları mənimsədir də, məzmunu ondan ibarətdir. Riyaziyyat, riyazi savadlılığı, riyaziyyata aid olan nəzəri bilikləri, praktik bilikləri formalaşdırır. Tarix dövlətə aid, şəxsiyyətə aid, belə deyək də, bacarıqları formalaşdırır. Biologiya canlılara aid olan, yəni hər bir məzmun, hər bir fənnin məzmunu ayrı-ayrıdır. Formalaşdırdığı bacarıqlar da ayrıdır. Amma burada deyir ki, məzmundan asılı olmayaraq, məzmundan asılı olmayaraq deyəndə ki, onda belə çıxır ki, Azərbaycan dilinin məzmun xəttini riyaziyyata tətbiq eləmək olar və yaxud da əksinə. Təbii ki, burada səhvdir də, asılı olaraq söz olmalıydı. Digərlərinə baxaq. Təhsil səviyyələri üzrə təlim nəticələri müxtəlif fənlərin məzmunundan ibarət olur. Bax, bu müxtəlif fənlərdir, bəli, bu düzdür. Gündəlik təlim nəticələri fənnin siniflər üzrə olan alt standartların reallaşmasına xidmət edir. Gündəlik biz hər hansı bir dərsdə bir alt standart reallaşdırırıq, seçirik, təlim nəticəsi çıxardırıq, nəticəyə uyğun iş üsulu, iş forması və s. və ilə axırda yəni istifadə edirik. Bu da düzdür. Bir alt standartdan fərqli dərslər üçün müxtəlif məzmunlu və çətinlikdə təlim nəticəsi çıxarmaq olar. Yəni bizə icmalda bir neçə alt standart verilir və biz ondan, yəni hamısını formalaşdırmasaq, birini seçib formalaşdırırıq. Müxtəlif çətinlikdə və məzmunda. Bəli, bu düzdür. Fənnin siniflər üzrə təlim nəticəsi, gündəlik təlim nəticələri məzmunundan daha geniş və çətinlik olaraq daha mürəkkəbdir. Fənnin sinif üzrə təlim nəticəsi müəllimlər 1 illikdir də. Məsələn, Azərbaycan dilinin 5-ci sinif üçün nəticəsi, biologiyanın 9-cu sinif üçün nəticəsi. Təbii ki, illik olan bir şey dərsdə olan təlim nəticəsindən daha mürəkkəb olacaq da. Biri var, bir şey 1 il ərzində formalaşdırırsan, bir də var bir gün, 1 saatın, 1:45 dəqiqə. Hansı çətin olar, hansı mürəkkəb olar? Təbii ki, fənnin siniflər üzrə olan təlim nəticəsi daha mürəkkəb və çətin olar. Bu da belə. 8-ci sual. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxaq. Alt standart, məzmun standartın tərkib hissəsidir. Bəli, bu düzdür. Müəllim ortaq məzmunlu fənlərin bilik və bacarıqlarını alt standart vasitəsilə əlaqələndirir. Bəli. Nə deməkdir bu? Yəni ki, belə deyək ki, ortaq məzmunlu fənlər deyəndə, yəni fənlər arası inteqrasiya nəzərdə tutulur. Bu da alt standart vasitəsilədir. Ümumiyyətlə, mən sizə deyirdim ki, dərsdə inteqrasiyadır, iş üsullardır, iş formalardır, qiymətləndirmə meyarlarıdır. Yəni, dərsə aid olan hər bir şey alt standarta aiddir. Bu da düzdür. Alt standartlar fənnin məzmunu ilə bağlı müəllimin reallaşdırdığı tələblərdir. Bu da düzdür. Tələb sözü düşməyib, bu çapda il gedib. Fənnin alt standartları sinifdən sinifə dəyişsə də məzmun etibarilə dəyişmir. Bu da düzdür. Amma səhv hansıdır müəllimlər burada? Baxın, alt standart müəllimə dərsi düzgün qurmağa. Bax, bura kimi düzdür. Doğrudan da düzgün iş üsulu, düzgün iş forması bu düzdür. Amma şagirdlərin dərsə davamiyyətini nəzərdə saxlamaq alt standartın funksiyası deyil. Ümumiyyətlə, alt standartın 4 dənə funksiyası var. Mən 3D, 1I kimi sizə kodlaşdırmışdım. Təlimin düzgünlüyü, təlimin dəqiqliyi, təlimin inteqrativliyi, bir də təlimin davamlılığı. Yəni, orada düzgünlük, düzgün strategiya seçilməsidir. Dəqiqliyi, dəqiq təlim nəticələrinin nəzərdə tutulmasıdır. Davamlılıq, yəni sinifdən sinifə bu proses davamlı olaraq biz alt standartları reallaşdırırıq. İnteqrativlik də ki, mövzular arasında əlaqədir, fənnin daxilində əlaqədir, fən üstü əlaqədir və s.
Nərmin yarış zamanı müəllimin şagirdləri qruplara bölərək uşaqların səviyyəsini nəzərə almadan qeydlər apardığını görür. O düşünür ki, bəzi qrupda güclü şagirdlər bir yerə düşüblər. Nərmində pedaqoji prosesin hansı tələbi və səriştəsi gözlənilir? Nərmin yarışı izləyir, görür ki, müəllim nəsə orada düz eləmir. Müəllim şagirdləri düzgün qruplaşdırmır. Güclü şagirdləri bir qrupa qoyur, zəifləri bir qrupa. Deməli, burada müəllim bərabər imkanlara riayət eləmir də, bu pozulub. Nərmin də ədaləti tələb olunması istəyir. Deyir ki, hanı bəs ədalət? Niyə güclü uşaqlar bir qrupda, zəif uşaqlar bir qrupda olmalıdır? Razılaşmır. Deməli, təlimdə bərabər imkanlar burada pozulub, bununla Nərmin aşkara çıxardıb. Bir də müəllimlər, Nərmin artıq analiz eləyir. Artıq görür ki, müəllimin elədiyi, belə deyək də, pedaqoji prosesi təşkil etmə düzgün aparılmır. Deməli, beynində analiz edir, götür-qoy eləyə bilir. Bunu dəlillərlə, sübutlarla artıq aşkara çıxarda bilir də. Yəni, görür və bunun vasitəsilə artıq bunu təyin eləyə bilir. Deməli, nə olacaq? Təlimdə bərabər imkanlar və tənqidi düşüncəsi formalaşıb. Gəldik 10-cu suala. Yanlış olanı tapaq. Tapaq da problem deyil. Fənnin məzmun xətləri siniflər üzrə stabil qalır. Bəli, dəyişməzdir. Birinci sinifdə necədirsə, 11-ci sinifdə də elə olur. Fənnin məzmunun xətləri bir-birlə inteqrasiya olunur. Bu da düzdür də. Yəni, məzmun xətləri eyni fən daxilində inteqrasiyası fən daxili üfüqüdür. Fənnin məzmun xətləri, fənnin məzmunun xüsusi istiqamətidir, ana xəttidir, leytimotividir. Bunu demişik. Fənnin məzmunun xətləri müəllimin təlim üçün hansı strategiyaları qurmağa və dərsi planlaşdırmağa imkan yaradır. Müəllimlər, məzmun xətlərinin funksiyası deyil bu. İşi deyil. Məzmun xətləri işi deyil ki, bir dərs üçün müəllimə istiqamət versin. Müəllimə istiqamət verən alt standartdır. Bayaq dediyim, dərsə aid nə varsa, ay müəllimlər, düzgün planlaşdırmaqdır, düzgün meyarlar təşkil etməkdir, alt standartdan təlim nəticəsinin dəqiq olaraq ifadə olunmasıdır, meyarlardır. Yəni, dərsimizlə 1:45 dəqiqə ərzində nələri eləyəcəksə, bu alt standartın funksiyasıdır. Bu, məzmun xəttinin, əsas standartın, təlim nəticəsinin funksiyası deyil. Bu qədər müəllimlər. Təşəkkür edirəm ki, dinlədiniz.